Əziz izləyicilər, zəhmət olmasa videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Çeçenistanın kriminal aləmində tanınmış simalardan olan Ömər Ufimski kimi tanınan qanuni oğru Ömər Bekayev FSB tərəfindən saxlanılıb. Keçək əsas xəbərə. Çeçenistan Respublikasında anadan olan ən yüksək statuslu qanuni oğru 69 yaşlı Bakayev cinayətkar iyerarxiyasında yüksək vəzifə tutmaq ittihamı ilə həbs edilib. Müstəntiqlər ondan qanuni oğru olub-olmadığını soruşduqda o, belə insanların mövcud olmadığını bildirib. Bu, onun bu maddə ilə ikinci cinayət məhkumluğudur. İlk dəfə o 2021-ci ildə Udmurtiyada xüsusi rejimli cəza çəkmə müəssisəsində təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.